Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda Afpak yaşayış kompleksində 60.5 kvadratdan ibarət mənzilimiz satışa çıxıbdır. Mənzil tam təmirli vəziyyətdədir. Bura mənzilin girişidir və görünür bura dəhlizi. Dəhliz isti poldur, yatlaq döşənib. Dəhlizdən bax bu hissədə hamam otağı yerləşir ki, hamam otağında yatlaq kafelidir və duş kabinin üstündə yeri hazır vəziyyətdədir. Burada yataq otağı yerləşir. Böyle bir geniş yatak otağı. Ev göründüyü kimi tam təmirli vəziyyətdədir. Otaqlarda lüstrlər də qoyulubdur. Döşəməsi laminatdır. TV üçün işıq çəkilir. Tam təmirli vəziyyətdə 17 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Yəni mənzilimiz 9-cu mərtəbədə yerləşir. Burası isə zal otağı. Geniş bir zal otağıdır. Burada da TV üçün işıq xətti çəkilib, kondisioner üçün işıq xətti çəkilib. Göründüyü kimi çox gözəl, zövqlə təmir olunubdur. Otaq işıqlıdır. Buradan balkona çıxışı. Bax belə bir balkonu. Kombi aparatının yeri üçün hazır vəziyyətdədir. Qaz sayğacı qoyulubdur. Qaz, su, işıq artıq daimidir. Və sayğacların hər biri qoyulub. Və zal otağından böyle bir mətbəxə çıxışı. Mətbəxin də döşəməsi metlaq döşənib və isti poldur. Mətbəx mebelüsündə göründüyü kimi yeri hazır vəziyyətdə saxlanılıbdır. Kommunal xətlərin hər biri çəkilib, xətlərin hər biri çəkilibdir. Və bu evin başlanğıc qiyməti 85.000 manat deyilir. 17 mərtəbəli binanın 9-cu mərtəbəsində Afpak yaşayış kompleksində binada da artıq yaşayış var və mənzillərdə təmir işləri gedir.